Bu dərsimizdə select optionları və range inputu ilə tanış olacaq. İlk olaraq index.html-də select optionlarını bu şəkildə yazmışam və value olaraq şəhər adlarını qeyd etmişəm. Select'i index.js'də const select deyərək query selector ilə select etiketini bu şəkildə seçmişəm. Və ilk olaraq select'in valuesuna gəlin nəzər salaq. Console.log'a select nöqtə value yazıram. Bura nöqtə olacaq. Select nöqtə value yazıram. İndi hal-hazırda add-even listener istifadə etmədiyimə görə baxın, ilk olaraq bizə boş bir yazı gəlmiş oldu. Çünki biz ilk dəyəri boş string içərisində bu şəkildə qeyd etmişik və konsola da bu şəkildə gəlmiş oldu. Misal mən gəlib bura hər hansısa bir hərf yazıram. Baxın, həmin hərf bura gəlmiş olacaqdır. İndi gəlin bunu bir də add-even listener ilə həyata keçirmiş olaq. Select nöqtə add-even listener mötərizə açırıq və bura change event'ını əlavə edirik. Daha sonra arrow function ilə gəlirik. Burada select nöqtə value-nu qeyd edirik. Və index.html-də buranı mən silirəm. İndi optiona klik edirəm və Bakı şəhərinə tıkladığım zaman burada Bakı valuesunu görmüş olacağım. Və yaxud da ki, Qəbələyə tıkladığım zaman Qəbələ yazısını burada görmüş olacağım. Gəlin elə change event içərisində kodlarımızı yazmaq çalışaq. İndi isə seçilən optionun indeks nömrəsini almaq üçün isə select indexdən istifadə edəcəm və hər hansısa bir dəyərə gəlirəm. Baxın, Bakı şəhəri, yəni Bakı dəyəri ikinci indeksdə yerləşir. Qəbələ üçüncü indeksdə yerləşəcəkdir və seç yazısı isə sıfırıncı indeksdə yerləşəcəkdir. Daha sonra bütün optionları almaq üçün isə select nöqtə options özəlliyindən istifadə edəcəyik. İndi hər hansısa bir dəyərə gəlirəm. Baxın, burada HTML options collection içərisində 4 optionlarım da bu şəkildə gəlmiş olacaqdır. Və baxın, burada da length uzunluğunu görürük. Yəni 4 xarakterdən ibarət olduğunu bu şəkildə görürük. Və hər hansısa bir dəyəri gəlirəm. Baxın, 4 rəqəmini görmüş olacaq. Daha sonra seçilən optionu almaq üçün gəlirəm burada selected options özəlliyindən istifadə edəcəm. Və Bakı dəyərinə gəlirəm. Baxın, HTML collection içərisində sadəcə bir option gəlmiş oldu. Bunun da dəyərini görmək üçün burada array içərisində 0-cı indeksi seçirəm və bunun da tekstini almaq istəyirəm. Baxın, Qəbələ yazısına gəldiyim zaman Qəbələ dəyərini konsolda görmüş olacaq. Gəlin indi hər hansısa, baxın, bu index.html-də hər hansısa optionun valuesunu və dəyərini dəyişmiş olaq. Index.js-yə gəlirəm, bunu silirəm və burada if deyirəm. Əgər select nöqtə selected index bərabərdirsə, tutalım ki, mən misal qax dəyərini seçmək istəyirəm. Baxın, 0-cı və 1-ci indeksdə yerləşir və 1-ci indeksi bura yazıram. İndi mən gəlib burada mouse ilə tutalım ki, qaxı seçdiyim zaman həmin dəyərin value və tekstini dəyişmiş olacağım. İndi əgər seçdiyim option 1-ci indeksdirsə, yəni qaxdırsa, o zaman mən gəlirəm burada select nöqtə options özəlliyindən istifadə edirəm və bunun
birinci indeksini, valuesunu bərabər eləyirəm misal şəkiyə. Və daha sonra bunun belə deyək, həmin seçilmiş optionun bunu götürüm, yoxsa belə götürək. Bunun tekstdə olsun şəki. İndi yeniləyirəm. Baxın, burada hal-hazırda qalxdır. Klik etdiyim zaman şəki gəlmiş olacaqdır. Baxın, dəyərimiz dəyişdi. Həm dəyərimiz dəyişdi, həm də value'muz dəyişmiş olacaqdır. Gəlin bunu da konsolda görmüş olaq. Burada select nöqtə selected options özəlliyindən istifadə edirəm və bunun 0-cı indeksinin valuesuna baxmaq istəyirəm. İndi hal-hazırda index.html-də qax olduğuna görə, yəni qax dəyəri və teksti olduğuna görə bu şəkildədir və mən mouse ilə qaxa klik etdiyim zaman baxın şəki yazısı gəldi və value olaraq seçdiyim optionun valuesu şəki olaraq gəlmiş oldu və teksti də şəki olaraq yazılacaqdır. Misal, mən indi bunu Bakı üçün edirəm. Baxın, Bakı üçün hər hansısa bir dəyişiklik olmadı. İndi birdən çox optionu seçmək istəsəm, bura gəlirəm, multiple yazıram. Bunu biz keçən dərsimizdə, yəni keçən image dərsimizdə də öyrənmişdik. İndi multiple yazdığım zaman, baxın, qarşımıza bu şəkildə gəlmiş olacaqdır. Mən sadəcə qaxı və Bakını bu şəkildə mouse ilə klik edərək, belə deyim, tək seçə bilirəm. Ancaq kontrol düyməsinə basaraq mouse ilə Bakıya gəldiyim zaman 2 dənə dəyərimi seçmiş olacağam və yaxud da ki, Qəbələyə gəldiyim zaman isə 3 dəyəri birdən seçmiş olacağam. Və index.html-də birdən çox seçdiyim dəyəri mən gəlirəm, bunu silirəm. Burada const value yazıram və bərabərdir. Bunu bir array içərisinə, yəni bir massiv içərisinə əlavə edirəm. Select options özəlliyimizdən istifadə edirəm. Daha sonra ilk olaraq bunun valuesuna baxmış olaq konsolda. Yəni mən bütün dəyərlərimi görmək istəyirəm hal-hazırda. Baxın, qaxı və Bakını kontrol düyməsinə basaraq klik etdim. Burada xəta oldu. Selected options üzr istəyirəm. Və indi qaxı və Bakını seçdiyim zaman baxın, ilk olaraq birinci option seçildi. Daha sonra ikinci option bir massiv içərisində gəlmiş oldu. İndi mən gəlib burada bunu map metodundan istifadə edərək bura dəyərlərimi tutalım ki, bu şəkildə yazıram. Daha sonra arrow functiondan istifadə edərək option nöqtə value yazaraq bütün dəyərlərimi almağa çalışacağam. Və gəlirəm selectə qax, Bakı və Qəbələni seçirəm və konsolda undefined bunu almış olduq. Baxırıq kodumuza map option və option value. Burada biz sadəcə dırnaqlı mötərizə qoyaraq option value-nun geriyə dönməməsini, yəni return açar kəlməsini yazmadığımız üçün geriyə hər hansısa bir dəyər dönmədi. İndi bir daha baxmış olaq. Qax, Bakı və Qəbələni seçirəm. Massiv içərisində yazılarımız bu şəkildə gəlmiş olacaqdır. Nə üçün biz dırnaqlı mötərizə içərisində return açar kəlməsini yazmalıyıq? Çünki return söz yazdığımız vaxtı bunu function body kimi görmüş olur. Yəni JavaScript bunu function body kimi görmüş olur və geriyə bir dəyər göndərmədiyimiz üçün də undefined cavabı gəlmiş olacaqdır.
Ancaq mən gəlib burada return açar kəlməsini yazdığım zaman və optionları seçirəm. Baxın, konsolda masa içərisində Qax, Bakı, Qəbələ yazıları gəlmiş olacaqdır. Və mən seç yazısına da gəldiyim zaman baxın, sadəcə boş bir string gəlmiş olacaqdır. Select optionları üçün deyəcəklərim bu qədər. İndi isə gəlin tipi range olan input ilə tanış olaq. Bu input qiymət filtrləməsində, səs artırıb azaltmada, parlaqlıq, zoom, musiqi, video və rating sistemi üçün bu input etiketi, yəni tipi range olan input etiketi fərqli rol oynayır. İndi isə gəlin ilk olaraq bunun atributları ilə tanış olaq. Baxın, step atributu vardır. Addım-ba-addım inputun hərəkətini tənzimləyir. Minimumu və maksimumu vardır. Value'su vardır, yəni dəyəri mən 300 şəklində vermişəm hal-hazırda və ayda olaraq isə price adını yazmışam. İndi index.js'də input etiketimi bu şəkildə seçmişəm və input tipi range olan input üçün ən vacib event input eventidir. Nə üçün change eventi deyildir? Bu haqda gəlin dərsin sonunda mən bunu izah etmiş olum. İndi isə input.add even listener event olaraq input yazıram və arrow function ilə gəlirəm burada konsola input value yazıram. Və index.html-də mən gəlirəm value-nu misal 5 yazıram. Bu şəkildə görünsün. İndi index.js-yə gəlirəm və konsolda input.value deyə yazmışam. Və inputu sağa hərəkət etdirdiyim zaman baxın 6, 7, 8, 9 və son olaraq 10 gəlmiş oldu. Çünki burada index.html-də maksimum 10 deyə vermişik və value 5 olduğuna görə də input yarıya qədər gəlmiş olacaqdır və mən sola hərəkət etdiyim zaman isə baxın 0-a qədər, yəni minimum 0 yazdığımıza görə 0-a qədər gəlmiş olacaqdır və mən bura minimuma 1 yazsam və bir daha hərəkət etdirəm, baxın 1-ə kimi gəlmiş olacaqdır. İndi index.js-də bunun min propertiesində yaza bilirik və minimum burada 1 olaraq göstərmiş olacaqdır. Yəni hər hərəkət etdirdiyimiz zaman isə minimum 1 olaraq gəlmiş olacaqdır və yaxud da ki maksimumu göstərirəm və maksimumda hər hərəkətdə 10 göstərmiş olacaqdır. Və burada baxın, fikir verirsinizsə step atributumuz vardır. Bu da inputun hərəkətini tənzimləyir. Mən misal bura 30 yazsam, baxın input sağa hərəkət etdirirəm inputu. Nə oldu? Burada value deyəsən 10 idi, yox 5 idi hətta. Onda mən bura 3 yazıram. Baxın, hərəkət 3 addım qabağa getmiş olacaqdır. Bunu bu şəkildə də görmüş ola bilərik. Value yazıram bura. Baxın, hal-hazırda 1-dədir, indi 4-də. Yəni 3 addım hərəkət edərək inputu sonlandırmış oldu və yaxud da ki sona gələrək burada 3 vahid geriyə hərəkət etmiş olacaqdır və bu şəkildə dəyərləri almış olacaq. Yəni bu step atributda inputun hərəkətini tənzimləyirdi. İndi isə gəlin dəyəri ID'si result olan H1 etiketində göstərmiş olaq. Bura mən maksimum 1000 yazıram. Bu 0-dan başlasın, minimum olaraq 0-dan başlasın. Step olaraq hələ ki heç nə yazmıram. Value olaraq 300 yazaq. ID'si price olaraq qalsın və bura value-nun qiymətini yazdıram. Value bizdə 300 idi. 300
AZ'ni yazıram. Və index.js'ye gəlirəm. Burada const result bərabərdir. Eynən bunu kopyalayıb buraya əlavə edirəm. Və burada da id'si result olan h1 etiketimi seçirəm. Və burada, yəni event içərisində sadəcə result'ın text contentini dəyişmək istəyirəm. Bunu bərabər edirəm. Dollar işarəsi və dırnaqlı mötərizəni açıram. Input nöqtə value deyə yazıram. Və input'u hərəkət etdirdiyim zaman baxın, dəyər dəyişmiş olacaqdır. Bura gəlib AZN deyə yazıram. Və hal-hazırda 300 AZN görürük. Hərəkət etdirirəm. Baxın, 1000 AZN-ə qədər gəlmiş oldu və 0 AZN-də sonlanmış olacaqdır. Və yaxud da ki, səhifənin rəngini dəyişmək üçün, yəni arxa plan rəngini dəyişmək üçün gəlirəm burada. Bunu silirəm. Və document nöqtə body nöqtə stil yazıram. Və background'unu, yəni arxa plan rəngini mən RGB ilə mötərizə qoyuram. Dollar işarəsi, dırnaqları açıram. Input nöqtə value-nu yazıram və vergül qoyuram. 0,0 dəyərlərini bu şəkildə verirəm. Və index.html-də də maksimum olaraq 255 deyə yazıram. Valuesunu isə 0 deyə verirəm. Bunu da silək və səhifəni yeniləyirəm. İndi input'u hərəkət etdirirəm və bu şəkildə rəngi almış olacaq. Yəni arxa plan rəngini bu şəkildə almış olacaq. Bu dərsimizdə də select optionlarını və tipi range olan input haqqında özəllik və metodları görmüş olduq. Son olaraq bunu da deyim ki, nə üçün biz change event-ından istifadə etmədik. Çünki mən bura change yazdığım zaman və input'u sağa hərəkət etdirirəm. Baxın, hal-hazırda əlim mouse'a kliklənib və mouse'un klikini buraxdığım zaman baxın, arxa plan rəngi qırmızı gəlmiş olacaqdır. Və yaxud da ki, yenidən sola hərəkət etdirirəm və mouse'u buraxdığım zaman qara rəngdə gəlmiş olacaqdır. Yəni fərqi yəqin ki, görmüş oldunuz. Input'da isə bu belədir. Mən hərəkət etdirirəm. Baxın, mouse'un sol düyməsini klik edirəm və hərəkət etdirməyə başlayıram. Fərqi yəqin ki, görmüş oldunuz. Yəni input event-ında hərəkətdə olduğu zaman belə arxa plan rəngi dəyişmiş olur. Ancaq change input-unda mouse'un sol düyməsini buraxdığım zaman rəng dəyişmiş olacaqdır. Bu iki event arasındakı fərq də bundan ibarətdir. Nə zaman input, nə zaman change event-ından istifadə etməyi də yəqin ki, öyrənmiş oldunuz. Bu dərsdə də deyəcəklərim bu qədər. Gələn növbəti dərslərimizdə görüşənə qədər özünüzə yaxşı baxın. Hələlik.